Salam, hər vaxtınız xeyir olsun. Zaman yayımlarının təqdim etdiyi qış tətili tapşırıqlarını birinci siniflər üçün nəzərdə tutulmuş sualların izahlarını verirəm. Deməli, birinci çalışmaya baxaq. Səhv yazılmış sözləri düzgün formada yazın. Dovşan yazılır. A ilə şagird, dövlət, Novruz, təbiət, çovğun, okean, mövsüm. Yəni bu şəkildə yazılır. Sonra deyir ki, hərəkət bildirən sözləri seçin. Yəni hərəkət varsa, dağ ad bildirir, bölür, bəli hərəkət. İsti əlamət bildirir, köçdü nəyit hərəkət, dəniz ad bildirir, xeyli say bildirir, gəlir hərəkətdir, oxuyacaq hərəkətdir, soyuq əlamət bildirir, qalxır hərəkət, keçi ad bildirir, ağladı hərəkət. Deyir o yoxsa bomba, yəni o, kobud o, mikrob o, konfet o, motor a, daha doğrusu uşaqlar motor. Kaktus, əlbəttə ki A, daraq A, pomidor O hərfi ilə. Nasıl pomidor deyirik. Çəçək cümlədəki deyir, əlamət bildirən sözün altında xətt çəkin və onu əks mənaya qarşı yaz. Anam qonaqlara isti əlamət bildirir. Necə? İsti. Yəni əlamət bildirir və onun da qarşılığı nədir? Əksi soyuq. Böyük elə əlamət bildirir. Əksi nədir? Kiçik. Gözəl günlərimiz əksi nədir? Pis. Leyla kitabxanada təzə əksi nədir? Köhnə. Acı bibər, acının əksi nədir? Şirin. Bu şəkildə yazırıq. Sonra çalışma 2. Deyir, verilmiş əlamətlərə uyğun gələn soyuq, isti, uyğun gələn sözü deyirəm. Soyuq olsun, isti, qaynar. Nə əlamətlə uyğun gələn? Bu əlbəttə ki, çay ola bilər. Şirin dadlı, ləzzətli. Buna nə deyə bilərik? Konfet yaza bilərik. Sonra gözəl, bacarıqlı, savadlı. Gözəl, bacarıqlı, savadlı qız yaza bilərik. Yaşlı, qoca, cavan insan olar. Sarı, yumru, turş. Bura nə yazacağıq? Limon. Həmin bu sözləri qeyd edə bilərik. Deyir, uyğunlaşdırın. Gəlmək, hərəkət, çəkir, hərəkət, əlamət, uzun, acı, əlamət. Sonra igid, yenə əlamət, çalışqan, əlamət, baxacaq, hərəkət var, parladı, hərəkət var, turş, əlamət, hündür, əlamət, yelləmək, sulayır, bunlar da hərəkət. Verilmiş sayılara uyğun söz artırın. 5 kitab, 7 limon, az dərs, 12 nəfər, 6 alma, xeyli kitab. Yəni sizə hansı söz uyğunsa yaza bilərsiniz. Çox yemək, birinci uşaq. Yəni həmin sözlərə uyğun sözləri qoya bilərsiniz. Sonra deyir, şeirdə qafiyələnən sözlərin altından xətt çəkin və suallara cavab yazın. Qar bürüyüb dağları, bağçaları, bağları, bulaqlar, budaqlar. Görürsünüz, sonu qafiyələnib. Qış bizə nemət verir, ləzzət verir. Nemət, ləzzət. Qar düşməsə çöllərə, qovuşmarıq güllərə. Şeir neçə bənddən ibarətdir? Bax, 1 bənd, 2 bənd. Şeirin birinci bəndi neçə misradan ibarətdir? 1, 2, 3, 4. 4 misradan. Şeirin birinci misrası heca var. Yəni heca yaradan nədir? Səslərimiz. Əlbəttə ki, saitlər. 1, 2, 3, 4, 5, 6, 7. Şeirin ikinci bəndində neçə heca var? İkinci bəndində neçə heca var? Uşaqlar, bunun bax, bura diqqətli olun. Üçüncü sualda dediyi şeirin birinci misrasında 7, 10 düz yazdıq. Şeirin indi ikinci bəndində, yəni hamısını sayacaq. Deyir, şeirin ikinci bəndində neçə heca var? Yəni ikinci bənd deyəndə buradakı həmin o hecaları sayırıq. O da ki,
saitlərdən söhbət gedir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 9, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28. Deməli, neçə hecə var? 28 hecə var. 28 sait varsa, 28 də hecə var. Növbəti səhifə deyir, hansı söz hərəkət bildirir? Görək, hansı söz hərəkət bildirir? Hansı sevinir, böyük, cəmi. Əlbəttə ki, nə edir? Sevinir. Yəni, A variantı. Böyük əlamət bildirir, cəmi də ad bildirir. Hansı söz doğru yazıb? Kitabı B olmalıydı. Kənd D olmalıydı. Dovşan düz yazıb C variantı. Üçüncü sual. Hansı sözün əlamət doğru deyil? Baxın, rəngli uşaq ola bilər, xeyr, olmaz. Elə bir variant. Dadlı yemək olar, maraqlı kitab olar. Cümləni tamamlayın. Ramiz lövhəni vərəqlədi. Olmaz, qaçdı. Olmaz, əlbəttə ki, sildi. Sonra verilən əlamətlərə hansı uyğun gəlir? Sarıdır, yumrudur. Baxıram, banan uzunsov olardı, portağal narıncı olardı. Elə A variantı limon. Sonra 6-cı sual. Deyir, hansı sözdə boş xanaya O hərfi yazılmalıdır? Moruq, konfet. Nə olsun ki, konfet deyir, amma konfet yazılır. Burada da qadın A variantı. Verilmiş cümlədə hərəkət bildirən sözün əks mənası hansıdır? Jalə divanda oturdu, onun əksi nədir? Durdu. Əlbəttə ki, A variantı. Hansı cümlədə altına xətt çəkilmiş söz əlamət bildirir? Anam çirkli paltarları yudub. Elə A variantı. Necə paltarlar çirkli? Uşaqlar ad bildirir. Kim uşaqlar? Nə etdi, suladı? C-də də hərəkət bildirir. 9-cu sual. Səhv yazılmış söz hansıdır? Lovğa düz yazılıb, corab düz yazılıb, motor. Nə olsun ki, motor deyirik? Motor yazırıq. 10-cu sual. Hansı sözü əks mənalıdır? Yazmaq, oxumaq. Gəlmək, getmək, baxmaq, görmək. Bunlar yaxın mənalıdır. Elə C variantı. Baxmaq, görmək ikisini deyə bilərsən, yaxın mənalıdır. Əks mənalı deyil. Sonra səhv yazılmış və doğru yazılmış olan cədvəl. Bax, dəftər. Doğru, daha doğrusu uşaqlar. Mən doğru variantını yazdım. Dəftər bunlar burada səhv yazıblar deyə sən bunu burada yazacaqsan. Dəftər. Dost düz yazılıb buradan yazacaqsan. Taxta yenə səhv yazılıb deyə buradan yazacaqsan. Çünki T ilə yazılmalıdır. Püstə. Burada da yenə T ilə yazılmalıydı. Amma bunlar D ilə yazıblar. Püstə. Faydalı. Doğru yazılıb deyə burada olacaq. Faydalı. Portağal. Burada da yenə doğru yazılıb deyə portağal. Nə gündə yazdım. Qanad olmalıydı. Amma qanat yazıblar. Səhv yazıb deyə buraya. Həftə. Düz yazılıb deyə bura siz daha sərgə yazarsınız. İxtira səhv yazılıb, ixtira olmalıydı. Elə səhv yazılmış formada gətirib oraya yazmalıydı. T olmalıydı yəni. Yurt sözü də düz yazıb buraya yazırsınız. Sonra şeirdə sayıların altından xətt çəkin. Mən sayıram onacan, yəni 10. Gəl qulaq as anacan. 1, 2, bizimki, 3, 4, sizinki, 5 də bizə gələcək, cinsin təzə əlcək. Ana getmə uzağa, az qalıb çatım ona. 6, 7 bizimki, 8, 9 sizinki. Gələndə bizə 10, geyinsin qırmızı don. Yəni uşaqlar hansı idisə altından da xətt çəkdim. Verilmiş açar sözlərlə cümlə qurun. Məsələn, ata telefon zəng. Ata telefonla zəng etdi. Və yaxud da sizin öz fantaziyanıza qalıb hansı istəsəz yazarsınız. Turş alça ağac turş alça bar verdi. Cücə hində sarı cücə var. Hində nə gündə yazdım? Sarı cücə var. Sonra deyir, doğru yazılmış sözlərin qarşısından bu işarəni digər yazılmış. Baxın, rəng doğru yazılıb, düzdür. Bulut səhvdir, D olmalıydı. Corab B olmalıydı, səhvdir. Təbiət düz yazılıb. Şimşək olmalıydı, səhv yazılıb.
Kitab olmalı idi, səhv yazılıb. Külək düzdür. Ürək olmalı idi, səhv yazılıb. Qatıq düzdür. Otaq səhv yazılıb. Dəniz düzdür. Palıd olmalı idi, səhv yazılıb. Sonra keçək bura. Deyir, hansı söz saydır? Əlbəttə ki, 6-cı sıra sayı. Doğru yazılmış söz hansıdır? Həftə olmalı idi dedim. Çiçək, çiçək olmalı idi. Elə B variantı, bulut sözü doğru yazılıb. Deyir, hansı cümlədə 2 say işlənmişdir? Baxaq görək hansında 2 dənə say işlənib. Orxan kitabı bir həftəyə oxuyub bitirdi. Burada bircə dənədir. Həyatda çox uşaq var, amma mən ikisini tanıyıram. Baxın, burada 2 dənədir. Meşədə çox heyvan yaşayır. Burada da 1 dənədir. Hansında 2 dənədir? B variantında. Hansı sözlər nöqtələrin yenə D hərfi yazılmalı? Baxın, bulud, palıd, həftə, taxta. Hansında D yazıldı? 1-dən 3-də, yəni C variantı. Uyğun gəlməyən variant hansıdır? Qalın kitab olur, uca bina olur, amma dadlı söz olmur. Hansı sözün sonuna C hərfi ilə bitmir? Ahəng, çələng, amma kələk olmalıdır, yəni B variantı C ilə bitmir, Ç ilə bitir. Sonra uşaqlar 7-ci sual. Şeirdə hansı sözlər qafiyələnir? Uçan quşlar bizim bağa. Cəhcə vurun oxunmağa. Sıx yarpaqlı ağaclarda qonun yaşıl bir budağa, bağa. Yəni hansı sözə görə qafiyələnir? Oxumağa, budağa. Yəni B variantı. Hansı fikir doğrudur? Say neçə sualına cavab verir? Elə məhz A variantı doğrudur. Pələng söz doğru yazılıb, xeyr, C ilə yazılmalı idi. Çox sözü əlamət bildirir, xeyr uşaqlar. Nə qədər? Say bildirir. Sonra nöqtələrin yenə uyğun gələn söz hansıdır? Bağban meşədən qırmızı səbət yaza bilərik. Az səbət, 2 səbət meyvə. Qırmızı səbət meyvə, xeyr. Az səbət meyvə, xeyr. 2 səbət meyvə topladı. Hansı say bildirən sözə saitlə başlayıb, saitlə bitir? Baxın, A, elə saitlə başlayıb, saitlə bitir A variantı. A başlayır, amma Ş samitlə bitir. Burada da saitlə başlayıb, samitlə bitir. Sonra uşaqlar keçək riyazi suallara. Ədədlər müqayisə edin. Əlbəttə 8 böyükdür, 3 böyükdür, 5 böyükdür, bərabərdir, eynidir, 8 böyükdür, 9 böyükdür. Buludların üzərində verilmiş rəqəmləri uyğun su damcısı çəkin. Bunu da özünüz çəkərsiniz. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. Siz daha gözəl çəkərsiniz. Sonra misalları həll edib alınan cavabı ədəd oxundu işarələyin. 5-in üstü üçgəni neçə eləyir? 8. Eynən işarələdik. 6-dan 0 çıxanda 6. Gəlib 6-nı tapırsan. 7-dən 3 çıxanda 4. 4-ü tapırsınız. 8-in üstə 2 gələndə 10. 10-u işarələyirsiniz. 9-dan 4 çıxanda 5. 5-i işarələyirsiniz. Boş xanalara uyğun gələn rəqəmləri toplayın. Baxıram ki 1, 2, 3, 4, 5, 6, 4, 5. 4, 5, 6, 7, 8. Sonra 1, 2, 3, 4, 5. 5, 6, 7, 8, 9. Məntiqdən də yazırsınız uşaqlar ardıcılığa uyğun. Sonra uyğun işarəni seçin. 2-nin üstə 5 gələn neçə eləyir? 7. 7 böyükdür yoxsa 4? Əlbəttə ki 7. A variantı. Humay kitabın 6 səhifəsini səhər, qalan 4 səhifəsini axşam oxudu. Uşaqlar 6-sını səhər, 4-ünü axşam. Neçə eləyir 6 üstə 4? 10. Cəmi neçə səhifə imiş? 10 səhifə. Aynurun 6 qələmi, Səlimin 4 qələmi var. Daha neçə qələm lazımdır ki, Aynurun qələmləri sayı ilə bərabərləşsin. Baxın, Aynurun 6-dır, Samirin 4 dənədir. Buna nə qədər eləmək lazımdır ki, 6 olsun? Əlbəttə, ikisini də əlavə etsək, Aynurun qələmləri ilə eyni olar. Deyir, hər iki misalın cavabı eyni olan variant hansıdır? 5-in üstə 5 gələndə 10, 10-dan 0 çıxanda 10. Elə variant. Hər ikisininki də 10 eləyir. Baxın, 6-dan 3 çıxanda 3 qalır, 6-ın üstü çıxanda 9 eləyir. 8-in üstə 5 9 eləyir, 8-dən 5 çıxanda 3 qalır. Bunlar da eyni deyil. Bu nə? Bu belə düşüb, mən gəlib aşağı düşmüşəm. Eyb yox, 4-ə baxaq. Deyir, 3 üstə 5 misalının cavabı neçə eləyir? 8. Damla daş hansı variantdadır? 5-in üstə 4 gəlirsən, bu 9 eləyir. 3-ün üstə 2 gəlirsən, bu 5 eləyir. 5-in üstü 3 gəlsən 8. Hansı 8 elədi? Elə C variantı.
Boşluğa deyir hansı ədəd yazılmalıdır? Ondan neçə çıxanda 6 qalır? Daha doğrusu 4 qalır, elə 6 C variantı. Boş xanalara hansı rəqəmlər yazılmalıdır? Uşaqlar 3, 4, 5, 6. 4-dən 6 C variantı. Yuxarıdakı xanalar var da, bayaq ardıcıllıq həmin ona oxşar sualdır. Sonra deyir, hansı variant səhv verilib? Masa, top və pişiyin arasında yerləşir. Düzdür. Görürəm ki, masa topdan pişiyin arasında yerləşir. Pişiyin solunda əşya yoxdur. Baxın, bu tərəf sağdır, bura soldur. Düz deyir, əşya yoxdur. Top qələmin sağında yerləşir. Top qələmin sağında, xeyr. Qələmin solunda yerləşir. C variantı. Yəni, uşaqlar C. Sonra azalan sıra ilə verilmiş cərgəni müəyyən edin. Yəni, böyükdən kiçiyə doğru elə A variantı. 9, 7, 5 azala gedib. Bu deyil, bu deyil. Sonra hansı variantda dovşanların sayı 5-dən çoxdur? 3 5-dən azdır. 5 5-ə bərabərdir. Amma 2, 4, 7 5-dən çoxdur. Yəni C variantı. Ulduzun yerinə hansı işarə yazılmalıdır? Baxın. Böyükdür 5, bərabərdir 6, böyükdür 8. Biri bu yana baxır, biri o yana, ortada da bərabər. Yəni B variantı. Murad 5-ci mərtəbədədir. O 2 mərtəbə yuxarı qalxsa, uşaqlar yuxarı qalxır deyə üzərinə əlavə edirik. 5-in üstədə 2, 7. Elə B variantı. Sonra yenə doğru cavabın qarşısında bu işarə, səhvin qarşısında digər işarəni qoyuruq. 3-ün üstə 5, 8 düz edir. 4-dən 0 çıxanda 4 qalır. Bu səhv eləyir. 3-ün üstə 7, 10 düzdür. 6-dan 6 çıxanda 0 qalır. Səhvdir. 7 üstə 2, 5 xeyr. Məndə nə ağıllı. 7 üstə 2, 5 eləmir, 9 eləyir. 3 üstə 4, 7 düzdür. 10-dan 6 çıxanda 4 qalır, düzdür. 8-dən 2 çıxanda üstə gəlmirsən, çıxırsan. Səhvdir. Deyir, ədəd oxunda göstərin. 6 rəqəminə 2 addım sağdakıdır. Yenə dedikdə, burası sağ, burası sol. 2 addım 6 rəqəmindən işarə eləmə altına 2 addım sağdakı. Neçə eləyir? 8. Sonra 3 və 5 rəqəminin ortasına yerləşən ədəd 3-dən 5-in ortasında 4. 9 rəqəmindən 3 addım 1, 2, 3. Solda yerləşən ədəd 6. Siz də bu şəkildə yazırsınız. Güllərin sayına uyğun gələn xanaları rəngləyin. Bax 2, 4, 5 bunu rəngləyirsiniz. 3, 6, 9 bunu rəngləyirsiniz. 4 bunu rəngləyirsiniz. 3, 6, 7 də bunu rəngləyirsiniz. Doğru fikirlərin qarşısında xanaya yaşıl, mən Y hərf yazacağım. Səhv fikirlərin qarşısında isə qırmızı. Siz də rəngləyirsiniz. 3 rəqəm 1-dən 2 vahid çoxdur. Düz deyir. Düz deyirsə yaşıl rəngləyin. 6 rəqəmi 5 və 7 rəqəmin arasında yerləşir. Bu da düz deyir. Yaşıl. 2 və 4 rəqəmlərin cəmi 7-dən böyükdür. Xeyr, 7-dən kiçikdir. Yanlış dedi. Qırmızı rəngləyin. 3 üstə gəl 5, 8. 9-dan 1 çıxanda 7. Misalın cavabı eynidir. Xeyr, bu da səhvdir. Qırmızı rəngləyirsiniz. Sonra hansı misalın cavabı səhv verilib? 10-dan 8 çıxanda 2, 7 üstü 3, 10, 6-dan 6 çıxanda 0 qalır. 1 yox. Sonra dələ dayandığı yerdən 4 addım geri getsə, baxın 4 addım geri gedir, gəlir 4-ün üzərində dayanır. Sonra artan sıra ilə verilmiş cərgəni göstərin. Yenə uşaqlar kiçikdən böyüyə doğru A deyil. Gördüyünüz kimi 8, 5, 3 yenə bu azalan sıradır. Bizə artan lazımdır. Arta 6 imiş, artdı 8 oldu. 8 artdı 10 oldu. 4-cü sual. 5-dən 2 vahid çox olan ədəd, əlbəttə çox deyirsə 5-in üzərinə 2 vahid gəl 7. Elə B variantı. Sonra misalların birinin cavabı 6-ya bərabərdir. 10-dan 2 çıxanda qalır 8, 4-ün üstü üçgəndə 7, 9-dan 3 çıxanda 6. Hansı 6 elədir? C variantı. Nərgizin fikrində tutduğu ədəd 6 və 8 ədədlərin arasında yerləşir. 6, 7, 8. 6-dan 8-in arasında hansı yerləşir? 7. Yəni C variantı. Sonra 7-ci sual. Gülün yerini müəyyən edin. Gül daşın üstündədir. Xeyr. Gül daşın sağındadır. Bəli, bayaqdan deyirəm, sağ və solu. Elə B variantı. Gül daşın solundadır. Xeyr. 3-dən sonraki ilk ədədlə. 3-dən sonra nə gəlir? 4. 5-in cəm deyirsən, toplarsan. 4-ün üstə 5, 9. Yəni C variantı. Sonra hansı uşağın sırası səhv verilib? 53-cü sıradadır. 1, 2, 3. Bəli. Uğur sağdan ikinci yerdədir. Baxın, sağ bayaq dedim bu tərəf.
Sol bu tərəf. Sağdan 1, 2, bəli, ikinci yerdədir. İradə soldan birinci yerdədir. Xeyr, iradə sağdan birinci yerdədir. C variantı. Verilmiş ədədlər artan sırayla göstərən bəndi seçin. Artan, yəni kiçikdən böyüyə doğru. 2, 3, 5, 8. 2 idi, artdı. 3 oldu, 5 oldu, sonra da 8. 2 ilə 6 ədədini cəmi deyirsə, 2-nin üstə 6 gəlirik. Neçə eləyir uşaqlar? 8. A variantı. Sonra domino daşındakı halların sayını uyğun ədədlə birləşdirin. 4 üstə gəl 3 neçə eləyir? 7. 5-dir, üzərinə 1 gəlsən 6. 6 sayın xallarını. Üstə də 4 gəlsən 10. 3-ün üstə 2 gəlsən 5. Bu şəkildə sahibdə hesablarsınız. Sonra Nurayın 5 nağıl kitabı var. 3 şeir kitabı var. Cəmi neçə kitabı var deyə üzərinə gəlsən 8. Sonra səbətdə deyir 4 alma, 5 banan var. 4-ün üstə 5, 9. Cəmdə neçə meyvə var? 9. Sonra yenə deyir çıxma müəllim ədəd oxunda göstərin. 7-dən 4 çıxan neçə qalır uşaqlar? 3. Bax 7-dən 1, 2, 3, 4 çıxdım. Neçə qaldı? 3. 8-dən 2 çıxan neçə qalır? 6. Baxın 1, 2. Çıxdım 6. 5-dən 3 çıxan neçə qalır? 2. 1, 2, 3. Çıxdım 2. 9-dan 3 çıxan neçə qalır? 6. 1, 2, 3. Yəni 6. Siz də bu şəkildə də yazıb göstərirsiniz. Ədəd üçün tamamlayın. Baxın, 5-in üstə neçə gəlib ki, 9 eləyib. Əlbəttə ki, 4 və ya 9-dan 5 çıx tap. 3-ün üstə 2 gələndə 5, 7 imiş. 5-in üstə neçə gəlib? Görsən, fikirləşəmsən, 7-dən 5 çıx 2. 6-dan 2 çıx 4. 3-ün üstə 6 neçə eləyir? 9. İndi 6-ın üstə neçə gələndə 7 eləyir? 1. İndi deyək ki, abaqların üzərində göstəriblər. Biz buna uyğun hesablamalıyıq. Baxın, burada neçə dənədir? 1, 2, 3, 4 dənə. Burada neçə dənədir? 2 dənə. 4-ün üstə 2, 6. Burada 1, 2, 3, 4, 5, 6 imiş. Üzərinə 3 gəldik, 9. Burada 1, 2 imiş. Üzərinə 3 gəldik, 5. Burada 1, 2, 3, 4 imiş. 1, 2, 3, 4, 5 imiş. 4-ün üstə 5, 9. 1, 2, 3, 4 imiş. Üzərinə də 4 gəldik, 8. 2 imiş. Üzərinə 1, 2, 3, 4, 5 gəldim, 7. Siz də bu şəkildə hesablarsınız. Sonra deyir misalları hesablayın. 4-ün üstü 3, 7. 7-dən 2 çıxanda 5. 5-in üstü 3, 8. 8-dən 2 çıxanda 6. 1-in üstü 6, 7. 8-in üstü 0, 8. 6-dan 4 çıxanda 2. 9-dan 6 çıxanda 3. 6-ın üstü 2, 8. 9-un üstü 1, 10. 8-dən 7, 1. 5-dən 3 çıxanda 2. Uşaqlar, o qayda ilə də hesablarsınız. 2-nin üstə 5 neçə eləyir? 7. Baxın, 2-dən üstə 5-dən sayıram. 1, 2, 3, 4, 5, 7 elədi. 3-ün üstü 3, 6. Yenə 3-dən sonra 3 dənə gəl. 1, 2, 3. Elə bir qurbağa 3 dəfə hoppandı. 6. 9-dan 7 çıxanda 2. Baxın. 1, 2, 3, 4, 5, 6, 7 dənəsini çıxdım. 8-dən 6 çıx, 2. Yenə 1, 2, 3, 4, 5, 6 dənəsini çıxdım. Qaldı 2. Sonra uşaqlar, deyir hansı misalın cavabı 6-dır? 4-ün üstü 3, 7. Xeyr, 2-nin üstə 4, 6. Elə B variantı. 3-ün üstə 2 gəndə 5 edir. Müqayisə edin. 5-in üstə 2 neçə edir? 7. 4-ün üstü 3, 7. Elə bərabərdir işarəsi. Yəni hesablayın, sonra işarəni qoyun. Deyir uşaqlar, verilən ədədlərdən ən böyüyü ilə ən kiçiyin cəmini tapın. Burada ən böyük hansıdır? 7. Ən kiçik hansıdır? 2. 7 üzərinə gəl 2. Cəm deyir, axı toplayıram. Neçə düşdü? 9. Hansı ədəd üçlüyü səhvdir? 2-nin üstə 2, 4 yazıblar. Həmişə bu ikisini toplayıb yuxarıdakı cəm eləməlidir. Düzdür. 5-in üstə 2, 7 eləyir. Düzdür. 6-ın üstə 2, 9 eləyir, yoxsa 8, 8. Yəni C variantını səhv yazıblar. Deyir, hansı ədəd oxu doğrudur? Baxın, 3-dən 1, 2, 3 addım gedəndə 6-da dayanmalıydı, amma 7-də dayanıb. 1, 2, 3, 4 addım gedib 9-da dayanıb, elə B variantı. 2-dən 2 addım gedəndə 5-də dayanır, yoxsa 4-də? Səhvdir, C variantı səhvdir. Deyir, hansı misalın cavabı fərqlidir? 7-dən 3 çıxanda 4 qalır. 9-dan 5 çıxanda 4 qalır. 8-dən 3 çıxanda 5 qalır. Özünüz də görürsünüz ki, 4, 4 eynidir, amma 5 fərqlidir.
Sonra uşaqlar, 7-ci sual. Məsələnin həlli hansı variantda doğrudur? Gülərin 4 yaşı, Ləmanın isə 5 yaşı var. Onların cəmi neçə yaşı var? Əlbəttə ki, C variantı. Çaşıb B-ni yazarsınız, amma orada 8 qeyd olunub. Deyir, hansı fikir doğrudur? 4-dən 3 vahid böyük. Bəli, 4-ün üzərinə 3 gəlsən 7. A variantı düzdür. 6-dan 1 vahid kiçik 5 eləyir. 4 eləmir, səhvdir. 5-dən 2 vahid böyük 7-dir. Baxın, 5-dən 2 vahid sayın. 8 yox, 7 eləyəcək. Hansı misalın cavabı səhvdir? 5-in üstü 3 gələndə 8 düzdür. 2-in üstə 7 gələndə 9 eləyir. 5 eləmir. Çıxsaydıq elə olardı. 5-in üstə 0 gələndə 5. Bu da düzdür. Deyir, 2-ni 6-ya tamamlamaq üçün üzərinə neçə gəlməliyik? Uşaqlar, 2-nin üstünə neçə gələndə 6 edir? Və yaxud da 6-dan 2 çıx 4. 2-nin üstə də həqiqətən 4 gələndə 6 edir. Sonra deyir, hesablayın. Hesablayaq. 9-dan 6 çıxırıq 3, 7-dən 4 çıxırıq 3, 5-dən 4 çıxırıq 1, 4-dən 3 çıxırıq 1, 7-dən 7 çıx 0, 8-dən 6 2, 2-dən 0 çıx 2, 5-dən 5 çıx 0, 6-dan 4 çıx 2, 9-dan 7 çıx 2, 7-dən 6 çıx 1, 8-dən 5 çıx 3. Bu qayda ilə yazırsınız. Deyir, 6-dan 3 vahid kiçik ədəd. Kiçik dediyinə görə 6-dan 3 vahid azalt. Neçə eləyir? 3. 1-dən 5 vahid böyük olan ədəd üzərinə gəlirik. 1-in üstə 5 say 6. 7-dən 2 vahid kiçik deyəndə yenə çıxırsan. 7-dən 2 çıx 5. 8-dən 6 vahid kiçik yenə azaldırıq. Azaldırıq deyə 8-dən 6 çıxanda 2. Deyir, cəmi hesablayın. 3-ün üstü 3 6. 6-ın üstə 2 8. 7 üstə 0, 7 üzərinə 1 gəl 8. 5 üstə 1, 6 üzərinə 2 gəl 8. 4 üstə 3, 7 üzərinə 2 gəl 9. 6 üstə 3, 9 üzərinə 0 gəl 9. 3 üstə 5, 8 üzərinə 1 gəl 9. 2 üstə 2, 4. 4 üstə 3, 7. 3 üstə 1, 5. 5 üstə 1, 6. 7 üstə 2, 9 üzərinə 1 gəl 10. 6 üstə 0, 6. 6 üstə də 2, 8. 4 üstə 4, 8. Üzərinə 2 gəl 10. Bu şəkildə hesablayacaqsınız. Yenə doğruya bu işarə, yanlışa da digər işarə. 8-dən 5 çıxanda 3 qalır. Doğrudur. 7-dən 3 çıxanda 3 qalır. Xeyr, səhvdir. 7-dən 0 çıxanda 0 qalır. Xeyr. 6-dan 3 çıxanda 3 qalır. Düzdür. 4-dən 3 çıxanda 1 qalır. Düzdür. 9-dan 9 çıxanda 0 qalır. 7-dən 6 çıxanda 1 qalır. Səhvdir. 8-dən 7 çıxanda 1. Məsələnin həllinə uyğun gələn modeli çəkin. Sevincin 7 konfeti var idi. O da rəfiqəsinə 3 konfet verdi. Sevincin neçə konfeti qaldı? Baxın, belə çəkin. 1, 2, 3, 4, 5, 6, 7. 7 konfet idi. 3-ünü rəfiqəsinə verdi. 1, 2, 3. Neçəsi qaldı? 4. 9 dənə çörək tutaq ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 6-sını satdı. 1, 2, 3, 4, 5, 6. Neçəsi qaldı uşaqlar? 3 dənəsi. Aha, hansı çıxma əməlinin cavabı səhvdir? 8-dən 4 çıxanda 3 qalmır. 4 qalır. 5-dən 3 çıxanda 2 qalır. Düzdür. 9-dan 3 çıxanda 6 qalır. Düzdür. Hə, bizə səhv istəyir elə variant. Neçədən 2 çıxdıqda cavab 4 eləyir? Əlbəttə ki, uşaqlar 6. Ya da topla 4-ün üstə 2 gələndə 6. Hansı misalın cavabı 0 edər? 7-dən 6 çıxanda 1. 8-dən 8 0. Elə C variantı. 5-dən 2 çıxanda 3 qalır. Deyir, Fəridənin 10 gülü var. Onlardan 3'ü soldu. Uşaqlar, ondan 3 çıxırıq 7. Şəkilə uyğun gələn misal hansıdır? Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə idi. 1, 2, 3, 4 dənəsi çıxıb, neçəsi qaldı? 4'ü. Yəni, elə misalını deyib, elə B variantı. Sonra 6-cı sual. Verilən misala uyğun ədəd hansıdır? 6-dan 3 vahid çıxırıq. 1, 2, 3. Elə B variantı. Deyir, ulduz 9, kvadrat 7'dir. Yəni, 9-dan 7 çıxanda neçə qalır? 2. Sonra 8-ci sual. Biri yanlışdır. 7-dən 7 vahid kiçik ədəd 1'dir. Xeyr, 0. 5 ilə 3'ü, 5 çıx 3'ün 2'dir.
6-4-ün 2 misalların cavabı eynidir. 2, 2, bəli. 8-dən 3 faiz 2 ədəd 5-dir. Nə oldu? Bunun hamısı doğru oldu. Bir dakika. Uşaqlar, burada elə adını yanlışdır deyib də, elə məndən yanlış istəyir, elə variant. Məsələyə uyğun gələn misal hansıdır? Ağacda 8 quş var, onlardan 5 uçub getdi. 8 çıx 5 bərabərdir 3. B variantı. Cavabı eyni olan neçə misal var? 5-dən 2 çıxıram 3, 7-dən 6 çıxıram 1, 4-dən 1 çıxıram 3, 9-dan 6 çıxıram 3, 6-dan 2 çıxıram 4. Neçəsinin cavabı eynidir? 1, 2, 3 dənəsinin, yəni A variantı. Belə uşaqlar, bitdi. İnşallah ki, sizlər üçün faydalı olmuşdur. Sağ olun, salamat qalın.